Cəfər Cabbarlı, Gülzar. Bu gece bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi. Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gürültunun sonsuz sevinclərinə dalıb getmişdi. Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi. Yalnız o bunları görmür, eşitmir. Qadınların böyük bir gürültü qopartdığı darısqal və yarımqaranlıq daxmanın bir bucağına sıxılmış, bütün bu sevinclərə darılır, bu şənliklərdən sıxılır və eşitdiyi bütün bu gülüşlərdə, bu gürültularda müthiş bir fəlakət bayquşunun qorxunc sədasını hiss edirdi. O bu gecə gəlin gedirdi. Tam 6 aydan bəri ayrılmaz bir yoldaşı olan köhnə qabıqlı Quranı kiçik döşlərinin arasına sıxıb, "Ey Quran, ey uca pərverdigar, sən ki hər şeyi bilirsən, sən mənə kömək ol" deyə göz yaşlarıyla yıpranmış yarpaqlarını isladırdı. Bunu hər kəs görür, lakin onu son zamanlar daima belə tutqun gördüklərindən bir o qədər də maraqlanmırdılar. Hətta qızlardan bir neçəsi maraqlanmış, soruşmuş və cavab almayınca, kimisi bu zavallı qızcığazın öz nişanlısını sevmədiyindən, kimisi tərsini olaraq çox sevdiyindən və sevincindən ağladığını, kimisi də adətdir, qızlar gəlin gedərkən ağlarlar deyə, yenidən özlərini bir susmaz gürültuların ağuşuna atırdılar. Lakin kimsə bu öksüz yavrucuğun ruhuna girə bilmir, oradakı cəhənnəm kimi coşan müthiş istirabları, kiçik vücudunu sarsıdan, ürəyini, duyğularını, bir kəlmə, bütün varlığını çeynəyən dəhşət və fəryadları görə bilmirdi. Yalnız o özü bunları görür, hiss eləyir və əski qabıqlı Quranını bağrına basaraq, ey Quran sahibi, sənə pənah gətirirəm" deyə için-için ağlayır, göz yaşlarını tökürdü. O fəlakətli gecə olmasaydı. Bu 15-16 yaşlarında orta boylu, qara gözlü, uçqun yanaqlı, sarımtıraq bənizli bir qızcığazdı. 6-7 ay bundan əvvəl deyər, gülər, çalar, oynar, şux bir afət idi. İlk baxışda bir o qədər də gözəl görünmürdü. Lakin bir qədər diqqətlə baxdıqda onda başqa bir gözəllik görmək mümkündür. Baxışları altına düşən hər kəsi ildırım kimi sancan iri qara gözləri, o qara gözlər üstündəki incə, uzun qaşları, qana axacaq qədər qırmızı, çiçək yarpaqları qədər zərif, incə və titrək dodaqları, hətta ağzının böyüklüyü və siması arasındakı incə bir tənasüb, onu seyr eləyən hər bir kəsdə anlaşılmaz bir həyəcan oyadırdı. Xüsusilə əlində bir çomaq, dünya malını təşkil eləyən 2 keçisini dağdan indirərkən, dağınıq saçları, oynaq və şux görkəmi ilə elə ilahi bir heyət təşkil eləyirdi ki, bu gözəlliyə qarşı kimsə dayanmaz, pərəstiş eləməyə bilməzdi. Bəli, bütün solğunluqla, bütün nöqsanlarına baxmayaraq, kənddə hər kəs onun gözəlliyini etiraf eləyirdi. Gülzarı yalnız kəndin gəncləri deyil, hətta ixtiyar kişiləri, qadınları da sevirlərdi. Ta uşaqlıqdan yetim qalmış Gülzar öz kör anası ilə yoxsul qardaşı Aslanın himayəsində yaşayırdı. Anasının gözlərinə, kənd qadınlarının dediyinə görə qara su emmişdi. Ona görə Gülzar ta uşaqlıqdan evdə çalışmış, zəhmətə alışmışdı. Bir qədər böyüyüncə yoxsul evlərinin bir o qədər də böyük olmayan zəhməti onun üçün asanlaşmışdı. Artıq Gülzar daha ağır işlər görə bilir, mal-qara saxlaya bilir, xalça palaz toxuya bilirdi. Lakin yunları olmadığından Gülzar bəzən qonşuları üçün icrətlə çalışır, amma bu da həmişə olmurdu. Hər nə olsa da Gülzar vaxtlarını boş keçirmir, hər kəsin bir işi olursa ona kömək eləyir,
bacardığı qədər toxuyur və yardım edirdi. Başqa qoca bir qadını suya gedən görüncə, haman gedib dolçasına alır, doldurub gətirərdi. Bir evdə yas oldu mu, oraya gedər, bacardığı qədər çalışır və o qədər səmimiyyət göstərirdi ki, hər kəs onu həmin adamın evi kimi bilirdi. Hər kəsi ehtiram eləyər, hər kəsi sevər, hər kəsi ana, bacı, ata, qardaş kimi görərdi. Gülzarın namuslu və ismətli olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı. Kənddə bir qız tapılmazdı ki, adına sözlər deyilməsin. Birinin ayağı dolaşdı mı, haman ətrafda dastan açılır, dağ divara dırmaşır, filan kəsə söz atdı, gecə filan kəslə danışdı və s. Hətta kəndin ən zəngin qızları və yüzbaşının qızları belə qadınların bu dedikodusundan, qaş-gözündən yaxa qutara bilməzdilər. Yalnız Gülzar bu dedikodulardan kənar qalıb, su kimi pak və təmiz bir ad saxlamışdı. Canlı kitab layihəsini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təqdim edir. Atalar qızlarına darılırkən Gülzardan ibrət almalarını tapşırır və qadınlar Allaha yalvarıb övlad dilərkən Gülzar kimi pak və namuslu bir qız istərlərdi. Bax buna görə də bu gecə hər kəs Gülzarın gəlin getdiyinə sevinirdi. Hamı da gəlmiş və öz qızlarının toyu kimi bu toyda iştirak eləyirlərdi. Lakin hər kəsdən artıq Aslan sevinirdi. Bu yoxsul kimsəyə toxunmaz, bir kəsə pislik eləməz, söysələr də danışmaz, hər kəsə ehtiram eləyər, bir sözlə Allahın dilsiz, ağızsız bəndəsi idi. Bunu çox vaxt Aslanın qorxaqlığına çıxırdılarsa da, bununla bərabər kənddə kimsə ona dolaşmaz, pislik eləməzdi. Dünya malından bir uzun qulağı, bir də çətinliklə yığdığı pullardan Gülzar üçün aldığı 2 keçidən başqa heç bir şey yox idi. Uzun qulağıyla odun daşıyır, kömür hazırlayır, biçinə gedir və beləliklə öz bacısını və kör anasını saxlayırdı. Yaşının çoxluğuna baxmayaraq hələ evlənməmişdi. Zaten yoxsul olduğundan ona qız verən yox idi. Lakin bacısını artıq varlı bir adama verdiyi və o gedəndən sonra bir qədər xərci azaldığı üçün yeznəsinin köməyi ilə evlənə biləcəyinə ümid eləyirdi. Lakin hər şeydən artıq onu sevindirən Gülzarın təmiz bir ad saxlamasıydı. Hər kəs Gülzarı təriflərkən Aslan da bacısının belə adıyla lovğalanırdı. Hər halda bu gecə Aslan sevincindən neyniyəcəyini bilmir, hər tərəfə çırpınır, buyurun, Allah ömür versin, oğlunuz üçün olsun, Allah atana rəhmət eləsin və s. sözlərlə gələn qonaqları qarşılayır, ona bu qədər hörmət eləyib, sevincində iştirak eləyənləri sevir, hətta kənddəki ən möhtərəm şəxslərin belə gəldiyini görüncə sevincindən gözləri yaşarır, hətta bəzən onların ayaqlarına düşüb öpmək istəyirdi. Bu məhəbbətlərin, bu ehtiramların, bu ümumi iştirakın hamısı Gülzara, hər şeydən əvvəl Gülzarın paklığına, məsumluğuna, namuslu və ismətli olmasına aid olduğunu Aslan bilir və bacımın cehizi yoxsa da su kimi duru, pak bir adı var, deyirdi. Zavallı Gülzar bunları eşidir, bütün ürəyi didilir, bütün varlığı parçalanırdı. O fəlakətli gecə olmasaydı. Nişanlandığı gündən 3 gün əvvəl idi. Gülzar günorta vaxtı evdən bir çörək götürüb meşədə odun qıran qardaşı üçün apardı. Geri qaydarkən hava çox tutqun idi. Yavaş-yavaş yağış nəmçiliyir, xırda damcılar Gülzarın üzünə, döşlərinə toxunurdu. Gülzar yağışdan gözlərini açmayıb tələsik qaçırdı. Zavallı bu tələsmə nəticəsi olaraq xəbəri olmadan yolu da itirmişdi. Yenidən bu yolu tapmaq üçün çox uzun çalışmış, amma havanın büsbütün qaralması bütün ümidlərini yox eləmişdi. Gülzar da neyniyəcəyini bilmirdi, nə də gözü görürdü. Qaranlıqda qurdlara, çaqqallara rast gəlməsin deyə qorxudan bir ağacın dibinə sıxıldı.
Qoy bütün dəhşəti ilə gurulduyur. İldırımlar odlu oxlar kimi sağa sola qaçışır, yağış vedrədən tökən kimi tökülürdü. Bütün kainat bir ildırım oynağına, bir od dənizinə dönmüşdü. Gülzar qorxurdu. Bu aralıq yaxından "Alabaş, Alabaş" deyə çağıran bir səs eşidildi. Gülzar bu insan səsindən bir qədər cürətləndi və meşədəki "Kimsən?" deyə çığırdı. Çox keçmədən qarşısında ağ kürkə bürünmüş bir kişi gördü. "Kimsən?" "Əmi, azmışam." "Gəl, gəl, burada durmaq qorxuludur, ildırım hündür ağacları vurar, gəl" deyə yola düşdü. Gülzar onu təqib eləyirdi. Bir köhülə mağaraya təsadüf elədilər. Məchul kişi içəri girdi. Gülzar da heç bir şey düşünmədən içəri girdi. 5 dəqiqədən sonra köhül məchul kişinin topladığı çırçüplə yandırdığı ocaqdan işıqlanmışdı. Tüstü Gülzarın gözlərini acıdır, amma belə tüstüyə alışan olduğundan fərqinə varmır, köhülün bir bucağına sıxılıb otururdu. Artıq bayırda göz-gözü görmürdü. Köhüldə məchul kişi ocağın yanındakı bir daş üzərində oturub paltarını qurudurdu. Heç birisi dinmirdi. Bu aralıq Gülzar sərt, bir qədər boğuq bir səs eşitdi. "Kimlərdənsən gəlin?" Bu səs öz-özlüyündə Gülzarı diksindirdi. Lakin yenə fərqinə varmayıb, "Yetim Aslanın bacısıyam" deyə kişinin üzünə baxdı. Kişi odlu baxışlarını onun üzünə sancıb baxırdı. "Ərdəmisən?" Gülzar susub bir söz demədi. Eyni zamanda onu məchul bir qorxu bürüdü. Bu baxışlar altında həyatında ilk dəfə olaraq özünün gözəl bir qız olduğunu xatırladı və burada yad bir kişi ilə olduğunu düşününcə qorxudan titrədi və ömründə ilk dəfə olaraq özünü kişilərdən gizlətmək, örtünmək üçün ətrafına baxındı. Yaylığını meşədə itirmişdi. Bir şey tapmayınca dağınıq saçlarıyla döşlərini örtdü. Amma zavallı bununla daha gözəl və daha cazibədar bir görkəm aldığını heç də düşünmürdü. "Dur gəl, ocaq başında paltarını qurut, yazıqsan, yerdə soyuq vurar, naxoşlarsan" deyə məchul kişinin sərt səsi yenə cingildədi. Gülzar qımıldanmadı. Getdikcə qorxu onu bürüyür, bütün varlığı əsirdi. Bu aralıq Gülzar köhüldən çıxıb qaçmaq istəyirdi. Lakin qaçılası bir yer yox idi. Artıq gecə qara qanadlarını kainat üzərinə sərmiş, bütün varlıq bir məzar qaranlığına bürünmüşdü. Yenidən boğuq bir səs eşidildi. "Ərin kimdir?" Zavallı qızcığaz bir söz demir, hətta nəfəs çəkməkdən belə qorxurdu. "Daha o uzaqda oturduğun nə üçündür? Səni yeməyəcəklər ki. Al, kürkümə bürün, paltarını qurut." Gülzar artıq büsbütün özünü itirmiş, kiçicik ürəyi bir gürültü ilə döyünürdü. Gecə getdikcə dərinləşir, sükut getdikcə artır, həyat getdikcə susurdu. Bu aralıq məchul kişi birdən yerindən qalxdı. Ağır addımlarla Gülzara yanaşıb, sərt və dəmir kimi ağır əli ilə Gülzarın biləyini yaxaladı. Zavallı qızcığaz bütün mümainiyyətlərinə baxmayaraq, bir saniyədən sonra ocağın qırağında oturmuşdu. Heç birisi danışmırdı. Ocaq getdikcə qaralır, köhül getdikcə bir qaranlığa dalırdı. Gülzar ocağın bir tərəfində bucağa sıxılmışdı. Məchul kişi o biri tərəfdə uzanmışdı. Beləliklə çox keçdi. Gülzar üzünə isti bir nəfəs toxunduğunu hiss eləyib gözlərini açdı. Qaranlıq bir həyət qarşısını daldamış, eyni zamanda iki qol dəmir halqa kimi biləyini sarmış sıxırdı. Gülzar qışqırıb bütün şiddəti ilə çırpınmağa başladı. Amma belini sarmış qollar sarsılmaz və güclü idi. Gülzar çırpınır, eyni zamanda uşaq ağlına gələn sözləri söyləyib yalvarırdı. "Səni and verirəm Allaha, səni and verirəm Həzrət Abbaza, mənə toxunma,
Mən yetiməm, kimsəsizəm. Məni öldürərlər. Səni an verirəm o gözə görünməyən Allaha. Mənə toxunma, mənə yazığın gəlsin. Deyə bu sarsılmaz qollar arasından özünü çıxarmağa çalışırdı. Məchul kişi isə mırıldanırdı. Artıq Gülzarın xırdacı əlləri yorulmuş, məchul kişinin dəmir pəncəsində sıxılır, ayaqları isə kişinin dizləri altına alınmış, tərpənməsinə belə imkan qalmamışdı. Zavallı qızcığaz özünün gücsüzlüyünü görüb bağırır, yalvarır, ağlayır, bütün imamları, peyğəmbərləri bir-bir sayır, eyni zamanda sözlərinin təsirini gözləmədən balıq kimi çapalayır, çırpınırdı. Lakin bunların hamısı faydasız idi. Yazıq artıq yorulmuş, qolları suslamışdı. Hər halda yarım saatdan çox çalışmışdı. Nəhayət, zavallı büsbütün yorulub, ölü kimi düşdü. O, bütün uşaq qüvvəti ilə bacardığı qədər çalışdı, çapaladı, yalvardı, yaxardı, ağladı, bağırdı, çığırdı, ilan kimi qabıqdan çıxdı, amma çarə olmadı. Axırda, yarım bayğın bir halda düşüb, istər-istəməz sükuta məcbur oldu. Gecə ölgün bir sükuta dalmışdı. Bayırda ruzigar yetim bir uşaq fəryadı ilə inləyirkən, Gülzar bir bucağa sıxılmış, səbəbini özü də bilmədən ağlayırdı. Çünki başqa bir çarəsi yox idi. Artıq hava işıqlanmış, gözəl bir payız səhər açılmışdı. Meşənin bütün yarpaqları yağışdan yuyunmuş, günəşin şüalarından parıldayırdı. Bu gözəlliklər arasında Gülzar ətrafına belə baxmadan ölgün, solğun bir halda evə qaydırdı. 3 gün sonra getmirəm deyə ağladığına baxmayaraq onu nişanladılar. Bugündən etibarən artıq Gülzarın bütün keçmiş şuxluğu, təravəti itmiş, evdən bir yana çıxmır, keçmişdə qardaş kimi gördüyü kişilərdən artıq yaşınır, kimsənin üzünə baxmır, daha doğrusu baxmağa qorxur, utanırdı. Al yanaqları, payız yarpaqları kimi getdikcə solur, çöhrəsi saralır, gözləri çuxura enir, bütün varlığı sarsılıb məhv olurdu. Vaxtilə hər kəs, xüsusilə Aslan bu haldan maraqlanıb, səbəbini soruşmuşdusa da, axırda Gülzarın xəstə olduğunu düşünüb qəti bir cavabdan vaz keçmişdi. Lakin Gülzar getdikcə solurdu. Bu aralıq Gülzar məsciddən bir Quran götürüb, ona tapınmış, ona pənah gətirmişdi. Gəlin gedərkən nə olacaq? O müthiş gecədə nə baş verəcək? Ona inanacaq mıdır? Bu düşüncələrlə zavallı qaranlıq daxmalarının bir bucağına sıxılıb, saatlarla orada qalırdı. O gecə nə deyəcək, nələr eşidəcək, nələr olacaqdı? O, bu xüsusda çox şeylər eşitmiş və qorxmuşdu. Keçən il qonşularının qızını əri doğramışdı. Zavallı bunları düşünür, bağrı adətən partlayır, otura bilmir, hövülnay qalxır, sanki bir çarə tapacaqmış kimi mənasızcasına ətrafa baxınır, nəhayət yenə daxmanın bir bucağına yıxılıb ağlamağa başlayırdı. Ağlayır, nəhayət özünə təsəlli verərək, yox, mən ona yalvararam, mən bu Quranı şahid gətirərəm ki, məndə günah yoxdur, o inanar, bu Quran sahibi məni himayə eləyər, deyə bir qədər təsəlli tapırdı. Lakin bir saniyə keçmədən yeni bir şey xatırlayırdı. O mənim andlarıma inanmazsa, deyə yenidən pozulur, müthiş bir iztirab onu bürüyür, yenidən Quranını bağrına basıb, köhnə qabığını göz yaşları ilə isladırdı. Beləliklə, uzun qış gecələri o müthiş gecənin fəlakətlərini, dəhşətlərini düşünərək bir iztirab içində 6 ay gözləyib durmuşdu. Bu gecədə hər kəs onun saadətinə sevinirkən, o bütün varlığını itirmiş, göz yaşlarında boğulub getmişdi. Nə olduz? Qutarmadınız mı? Xalq gözləyir axı,
deyə bayırdan Aslanın səsi eşidildi. Gülzar diksinib ürəyi döyünməyə başladı. Biz hazırıq, qızım, daha dur, deyə yengə cavab verdi. Gülzar yerindən tərpənmirdi. Qoyun bir balamın üzünü öpüm, deyə Gülzarın kör anası arvadların içində səslənib irəli yeriməyə başladı. Aydan arı, sudan duru balam, ya Həzrət Abbas, balamı sənə zamun verirəm, deyə Gülzarı qucaqladı. Gülzar özünü bilmirdi. Bəyin qardaşı gəlinin belini bağlayır, arvadlar kimi çalır, oyan bu yana qaçır, Allah Allah deyir, xəlifə dua oxuyurdu. Bir kəlmə, bütün dünya bir-birinə çaxnaşmışdı. Qoyun məni axırıncı dəfə bacımın üzündən öpüm, o mənim evimin sütunu olub, deyə Aslanın səsi eşidildi. Əlbəttə, əlbəttə, bacındır, qızındır, çörəyini yiyib, sən ona atalıq eləmisən, deyə yengə kimsəyə möhlət vermədən cavab verirdi. Əlbəttə, çəkilin arvadlar, qoyun yazıq öz bacısı ilə görüşsün, deyə arvadlar bir-birinə söyləyir, eyni zamanda yenə gəlinin başına toplanıb yolu daha da kəsirlərdi. Aslan bilirdi ki, ona kimsə bir söz deməyəcək. Çünki bu gecə onun sözü ilə hər kəs hesablaşır, hörməti hər kəsdən çoxdur. Elə ixtiyar istəməsi də bir növ lovğalanmaq üçün idi. Artıq Gülzarı başında al duvaq qapıdan çıxarırlardı. Aslan qolunu bacısının boynuna salıb, gəl bacım, gəl səni öpüm, sən mənim evimin sütunu olmusan, sən mənim üzümü xalq içində ağartmısan, adına güldən ağır bir söz deyilməyib, bu hələ mənə bəsdir. Mən səndən çox razıyam, get, Allah səni xoşbəxt eləsin, dedi. Bu sözlərdən zavallı Gülzarın ciyərləri parçalanır, amma artıq bir şey düşünmür, bir şey hiss eləmir, köhnə qabıqlı Quranı bağrına basıb, başqalarının zövqü ilə yeriyirdi. Otaq tam bir bayram şəkli almışdı. Elə bil bəzəkli gəlin evi idi. Lakin Gülzar heç bir şey düşünmür, ancaq başqalarının Allah Allah sözü arasında öz Allahını unutmamaq üçün tez-tez ya Allah, ya Allah deyə təkrar eləyirdi. Onu oturtdular. Arvadlar, baldızları, hətta qaynanası belə qabağında oynadılar. Qaynanası üzündən öpdü. Lakin Gülzar bunların heç birini istəmirdi. Bu iltifatlardan ürəyi sıxılırdı. 5 dəqiqədən sonra bu adamlar heç birisi onu görmək istəməyəcək, üzünə belə baxmayacaqlar. Kim bilir, bəlkə bir daha o onların heç birisini görməyəcəkdir. Arvadlar çaldılar, çağırdılar, oynadılar, çıxdılar. Gülzar tək qalınca artıq özünü bilmir, yarım bayğın bir halda bir-biri üzərinə salınmışdı şeylərin, gəlin taxtı üstündə oturmuş ərinin gəlməsini gözləyirdi. Özü ilə götürdüyü Quranı bütün qüvvəti ilə iki döşü arasına sıxıb, ey Quran sahibi, sən mənə kömək ol, deyə təkrar eləyirdi. Zavallının ürəyi döyünür, ciyərləri parçalanır, bütün varlığı məhv olurdu. 6 aydan bəri çəkdiyi istirabların, əzab və göz yaşlarının bu gecə artıq sonu idi. Bu gecə ya həmişəlik xoşbəxt olacaq, ya da həmişəlik qara torpaqlara gömülüb gedəcəkdi. Oh, nə qədər müthiş bir gecə. O bu gecəni çoxdan bəri təsəvvür eləmişdi. Amma belə fəlakətli bir gecənin doğrudan da olacağına inanmırdı. Bir aralıq, mən burada qalmıram deyə durub evlərinə qaçmaq istəyirdi. Lakin istəyirdi. Çox şeylər istəyirdi. Eyni zamanda heç bir şey istəmir, yalnız özünü gizlətmək üçün bir yer, torpaq, bir məzar istəyirdi. Nəhayət qapı açıldı, bəy girdi. Gülzarın ürəyi çırpındı. Qapının səsindən sanki qulaqlarında göy gurulduyurdu. O qısa boylu, dik papaqlı, sərt üzlü, sərt baxışlı, azacıq çopur bir oğlan idi. Eyni zamanda simasına baxınca onda xüsusi bir mülayimlik, bir nəvazişkarlıq görmək olurdu.
Amma Gülzar üçün bu dəqiqədə ərinin necə olmasının heç bir fərqi yox idi. O bu saat ərinin bir meymun, bir qurd, bir canavar olmasına, lakin onu bağışlamasına, ona inanmasına şükür eləyərdi. Mənsur özünü itirdi. O gözləyirdi ki, qız duracaq, onun ayağını tapdalamağa çalışacaq. O da evdə gələcəkdə hakimiyyət qazanmaq üçün bunu ilk əvvəl özü eləməyə hazırlanmışdı. Amma Gülzar yerindən tərpənmədi. Bundan başqa yengənin dediyinə görə daha bir çox səmimiyyətlər olmalıydı. Heç biri olmadı. Nəhayət özünü toplayıb namaz yadına düşdü. Namaz qılmağa başladı. Bitirdi. Gülzar yerindən tərpənmədi. Mənsur taxtın üstündə oturdu. Neyniyəcəyini bilmirdi. Heç biri danışmırdı. Gülzara yengə gəlirkən bir çox şeylər tapşırmışdı. Lakin heç biri yadında qalmamış, daha doğrusu heç birini eşitməmişdi. Bu sükut uzun bir zaman davam elədi. Nəhayət Mənsur sükutu pozdu. Gülzar, artıq üzünü aç, öz evindir, deyə mütərəddid və utancaq hərəkəti ilə örpəyi Gülzarın üzündən götürdü. Zavallı qızcığaz həyəcan və istirabdan ürəyi partlayır, bihuş olmaq dərəcəsinə gəlirdi. Qulaqlarında anlaşılmaz bir şey gurulduyur, bütün gördüyü şeylər gözünün qarşısında oynayır, hərəkət eləyirdi. Gülzar özünü gizlətmək üçün bir yer axtarırdı, amma yox idi. Mənsur sözə başlamış və nə söyləyəcəyini bilməyib, ancaq söhbəti kəsməmək üçün ağlına gələni danışırdı. Mən bilirəm, qardaşın evində sən çox incimisən, amma artıq bundan sonra inşallah hər ikimiz gözəl güzaran sürərik. Mənsur danışmağa söz tapmır, eyni zamanda Gülzar bir söz deməyincə sözünü kəsmək istəmirdi. Yoxsa yenə bir sükut araya düşəcək və yenidən sükutu pozmaq üçün söz tapmayacaqdı. Burada Gülzar artıq özünü bilmədən nə olursa olsun bir an əvvəl sözünü demək, ürəyini açmaq və bütün varlığını didən bu müthiş istirabdan yaxasını qurtarmaq üçün aylarla əzbərlədiyi sözlərin hamısını unudaraq yarımbayğın bir halda sözə başladı. Oh, Mənsur, sən bu qədər gözəl, bu qədər zənginsən. Fəqət mən sənə layiq deyiləm. Mən... Burada ağlamaq boğazını boğdu. Göz yaşlarında boğulub nəfəs belə çəkmirdi. Lakin Mənsur onun dediklərini bir o qədər də anlamadan, nəhayət Gülzarın danışdığına və özünün danışmaq üçün mövzu tapmadığına sevinib, əlini mütərəddid hərəkətlərlə onun boynuna salaraq dedi. Artıq ağlama Gülzar, mən bilirəm sən nəyi düşünürsən. Burada Gülzar birdən-birə diksindi. Nəyi bilir görəsən? O müthiş gecəni mi bilir? Bir an içində bədənini titrətmə tutdu. O hardan bilir? Lakin bilirsə və bu qədər mülayimsə... Bu aralıq zavallı qızcığazın başından bulanıq bir fikir fırlandı. Bəlkə də o məchul kişi bu özüdür. Biixtiyar başını qaldırıb Mənsurun üzünə baxdı. Ancaq heç bir şey görmür, heç bir şey xatırlamırdı. Eyni zamanda Mənsur sözünə davam edirdi. Amma elə şeylər üçün düşünməyə dəyməz. Mən bilirəm, qızlar istərlər ki, onların cehizləri olsun, bilməm nələri olsun, əllərindən utanmasınlar. Mənim üçün elə şeylərin əhəmiyyəti yoxdur. Allaha şükür, bir parça çörəyimiz var, ac qalmarıq. Özümüzdən başqa 20 nəfəri də lap 50 il saxlaya bilərik. Atam mənim üçün Kəndxuda Həsənin qızını almaq istəyirdi. Belə cehizləri var, camışları var, xalça palazları var deyirdi. Lakin neyniyim o dövləti, mənə sənin gözəlliyin, hələ təkcə təmiz adın hər şeydən bahadır. Mənim özüm xalqa çox gülmüşəm. İndi Allaha şükür bilirəm ki, sabah papağımı yanaki qoyub kənd içinə çıxanda kimsə mənə gülməyəcək, kimsə ardımca pıçıldamayacaq. Mən sənin təmiz adın, paklığın və saflığın, mənə sənin təmiz adın, paklığın və saflığın hər şeydən qiymətlidir. Bu mənim üçün dünyalara dəyər. Burada
Gülzarın artıq bütün nervləri, bütün ilikləri parçalanıb, boğuq səslə inildədi. Mənsur, mən səndə qalmaq istəmirəm. Yalvarıram sənə, məni 4-5 gün saxlayıb sonra burax. Mən gedib dilənçilik eləyərəm. Axı nə üçün? Sənə nə olub? Gülzar özünü bilmədən dediklərini belə eşitmədən Mənsurun ayaqlarına düşüb, "Oh, Mənsur, mən sənin yanına üzü qara gəlmişəm," dedi. Sanki Gülzarın üzərində qocaman bir dağ varmış kimi bir sözlə birdən uçulub onu yüngülləşdirdi. Lakin qulaqlarında bu qocaman dağın anlaşılmaz gürültuları taqqıldayırdı. Burada Mənsurun birdən-birə çöhrəsi dəyişdi. Əlini Gülzarın boynundan çəkdi. Bir ixtiyar divara baxındı. Divarda bir tüfəng, 2 xəncər asılmışdı. Üzündən zəhərli bir gülüş fırladı. Gülzarsa göz yaşlarında boğularaq sözünə davam edirdi. "Amma mən müqəssir deyiləm, Mənsur. And olsun bu Qurana, and olsun o gözə görünməyən Pərverdigara ki, mən müqəssir deyiləm." "Sən müqəssir deyilsən? Bəs nə oldu? Damdan yıxıldın, hə? Nərdivandan yıxıldın, hə?" Gülzar artıq sözünü demiş, sonu nə olacağını bir o qədər də düşünmürdü. Mənsur bu saat xəncəri qapıb onu doğrayacaqmı, bağışlayacaqmı, neyəcəksə hər halda bilmirdi. Lakin bir çox şeylər bir ixtiyar fikrindən çırpınıb keçir və heç birisinə baxmadan bir an əvvəl sözlərini söyləmək istəyirdi. "Yox, yox, mən heç bir yerdən yıxılmamışam. Mənə başda ayaqlı bir insan toxunmuş, məni zorlamış." Kim, onu söylə!" deyə Mənsur müthiş bir əsəbiyyətlə bağırdı. "Bilmirəm." Bir an içində hər ikisi sustu. "İstəsən işin hamısını sənə söyləyə bilərəm. Neyniyəcəksən elə? Yalnız sözlərimə inan, məni öldür. Ancaq bil ki, mən müqəssir deyiləm." Mənsur susurdu. Burada sonsuz bir dəhşətlə o fəlakətli gecəni bir neçə qırıq-sökük cümlədə nağıl elədi. Sözləri irtibatsız və nizamsız olduğu üçün bəlkə məntiqsiz yerləri də vardı. Lakin söylənən sözlərdə elə bir səmimiyyət çırpınır, elə bir paklıq hiss edilirdi ki, istər-istəməz insanın inanması gəlirdi. Hər halda Mənsur inanmışdı. Çox uzun düşüncədən sonra, "Axı bunların hamısı doğruysa, nə üçün o zaman anana, qardaşına söyləmədin?" deyə soruşdu. Mənsurun səsi sanki bir qədər yumşaldı. "Onlar neyniyə bilərdilər? Qardaşımı sən ki bilirsən, anama da artıq dərd verməkdən nə çıxardı? İndi mən olduğunu söylədim. Mənə hər nə eləyəcəksən elə, qanımı sənə halal eləyirəm. Ancaq inan ki, mən günahkar deyiləm. And olsun yeri göyü yaradan Allaha. Mənsur, and olsun bu 6 aydan bəri mənim yeganə təsəllim olan bu Qurana ki, mən təqsirkar deyiləm." Canlı kitab layihəsini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təqdim edir. Evdə qal, evdə yarat təşəbbüsünə siz də qoşulun. Dünya əl sənətinin, musiqisinin, ədəbiyyatının, rəssamlığının ən gözəl nümunələri məhz evdə yaradılıb. Gəlin biz də evdə olduğumuz müddətdə bu şansdan istifadə edək və yaradıcılığımızla virusla mübarizəni pozitiv və fokuslanaraq gücləndirək. Evdə keçirdiyiniz vaxt ərzində yaradıcılığınızı işə salın və pozitivliyə töhfə verin. Bu həmçinin sizə dəyərli hədiyyələr qazanmaq üçün şans yaratsın. Şərtlər çox sadədir. Kreativ Azərbaycan Facebook səhifəsini izlədiyinizdən əmin olun. Yaratdığınız işi evdə qal, evdə yarat hashtag ilə öz səhifənizdə paylaşın. Paylaşımda həmçinin Kreativ Azərbaycan Facebook səhifəsini təq edin. Əgər 30 aprelə kimi sizin işiniz ən çox bəyənilən, like alan işlərdən olsa, deməli qaliblərdən birisiz. Kreativ Azərbaycan portalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif maraqlı hədiyyələr sizi gözləyir. Evdə qalıb, evdə yaradaraq virusa birlikdə qalib gələk. Ətraflı məlumatı Kreativ Azərbaycan Facebook səhifəsindən ala bilərsiniz. Gülzarın sözlərində çırpınan məyusluq, göz yaşlarındakı səmimiyyət bir iynə kimi Mənsurun fikrinə, zehninə, ruhuna, bütün varlığına sancıldı. Hətta
Yazıq neynəsin? Bu Allahın qəziyyəsidir. Onun ki burada təqsiri yoxdur. Gücsüz, köməksiz bir qız neyniyə bilərdi? Niçin bir nəfər onun adına söz demir? Kimi bəzi doğrultmalar da fikrindən keçir, eyni zamanda çox dərin düşüncələrə dalmış dururdu. Gülzar kiçicik əllərini irəli uzatmış, bir həyəcan içində nəticəni gözləyirdi. Oh, indi Mənsurun bir sözü onu nə qədər xoşbəxt eləyə bilər və ya əbədi bir yoxluğa yuvarlada bilərdi. Gülzarın bu dəqiqədə bütün taleyi, həyatı, səadəti ondan, onun bir kəlmə sözündən asılı idi. Sevinc və müthiş fikirlər bir elektrik sürəti ilə bir-birini təqib eləyərək zehnindən fırlayıb gedirdi. Hər halda Gülzar onun bütün istirablarına şahid olan bu Quranın onu tək buraxmayacağına, kömək və himayə eləyəcəyinə zəif bir inamla da olsa inanırdı. Bu ümidin nəticəsi olaraq Gülzarın başında xoşbəxt və sürəkli bir ümid parladı. İndi Mənsur qollarını açacaq. Eybi yox, mən səni bağışlayıram. Çünki inanıram ki, səndə təqsir yoxdur deyəcək və onu qucaqlayacaqdır. Hətta bunu Mənsurun gözlərindən də oxumaq olurdu. Ancaq Gülzar bu halında bunun fərqinə varmırdı. Həm də bu dəqiqədə belə şeylərlə sevinmənin vaxtı deyildi. Burada artıq xəyal, xülya deyil, ümid, arzu deyil, bir həqiqət olaraq ölüm-dirim məsələsi həll eləyirdi ki, o da Mənsurun verəcəyi cavabdan, eləyəcəyi hərəkətdən asılı idi. Mənsur düşünürdü. Sanki bu sözlərin doğruluğunu Gülzarın üzündə oxumaq istəyirmiş kimi, bıçaq kimi iti başlarını onun üzünə dikdi. Önündə iki uçqun, süzgün göz gördü ki, məsum baxışlarında odlu bir fəryad inləyir, tam dərinliklərində bir doğruluq, bir səmimiyyət, bir paklıq, bir günahsızlıq gülümsüyürdü. Gülzarın iki damcı göz yaşı yuvarlanmış, solğun yanaqlarında durmuşdu. İndi dodaqları hənuz əsəbi bir həyəcanla titrəyir və bütün bu həyəcanlarla, bütün bu solğunluqlarla Mənsur qarşısında pak və olduqca gözəl bir qız görürdü. Bu sevimli qızın məsum ruhuna toxunmaq, qəlbini qırmaq, incitmək heç də insafdan deyildi. O, təbiətin azad qoynunda bəslənmiş bir çiçəkli idi ki, ruzigarın xəfif bir ağırlığından solacaq, töküləcək, məhv olub gedəcəkdi. Halbuki o ən tutqun bir həyatı süslədə bilər, həyatın ən dərin qaranlıqlarını bir səadət şəfəqi ilə işıqlandıra bilərdi. Xüsusilə bu dəqiqədə Gülzar elə bir görünüş almışdı ki, ona kimsə acımaya bilməz. Eyni zamanda onun bu vəziyyəti ilə aldığı məhzun bir gözəlliyə qarşı kimsə pərəstiş eləyə bilməz, onu sevməyə bilməzdi. Bəli, Gülzar kim olursa olsun indiki dəqiqəsində gözəl, sevimli, ən pak bir qızcığazdı. Mənsur bunları hiss eləyirdi. Kim bilir, daha nə kimi doğrultmalar düşünmüşdü. Hər halda bir məsum qızı bir an əvvəl sevindirmək üçün böyük bir zövq, bir məmnuniyyət və vüqarla çox yaxşı, inanıram, ağlama deyə bir kəlmə söyləmək, onu qucaqlamaq, ovundurmaq, sonra uzun-uzadı düşünüb, gələcək üçün bir çox şərtlər qoymaq istəyirdi. Lakin tam bu sırada qapı döyüldü. Arxasından, tez olun, daha bu nə oldu, bitirmədiniz, xalq nigarandı axı, deyə sözlər eşidildi. Danışan yengə idi. Burada Mənsurun birdən-birə çöhrəsi dəyişdi. Çox dərin bir yuxudaymış kimi diksindi. Bütün düşüncələri alt-üst oldu, sanki yeni bir şeylər xatırladı. Adətən qızlar belə deyir, and içirlər. O çox eşitmişdi. O başqalarına çox gülmüş, istehza eləmişdi. Bəlkə də o adam həmin kəndlilərdən biridir. Bəlkə də Gülzar yalan deyir. Bəlkə də tanıyır, demək istəmir. Bəlkə də bir neçə nəfərdilər. Yəqin kənd içinə çıxarkən ona baxıb gizlincə güləcəklər. İndi yengəyə nə söyləyəcək? Burasını heç düşünməmişdi. Bəli, bu qız o qədər hiləgərmiş ki, hər işi görmüş, eyni zamanda özünü pak qələmə vermişdir. Bir dəqiqədə bilməm nə qədər təqsir onun fikrindən keçdi. Nədənsə biraz əvvəl bunların heç birisi fikrinə gəlmirdi. Gülzar ağlamaqdan danışmırdı.
Son dəqiqə Mənsurun tərəddüdünü görüncə ayaqlarına sərilib, "Mənsur, məni bədbəxt eləmə. And olsun bu Qurana ki, məndə günah yoxdur," dedi. Mənsur bəlkə də qapı döyülüşünün təsiri altında, "Artıq qurban olasan əlindəki Qurana, mən sənə dəymərəm," dedi. Gülzar sakit bir nəfəs çəkdi. Bir saniyədə kim bilir nə qədər böyük bir səadət yaşadı. İkinci söz olmasaydı, sevincindən Mənsurun ayaqlarını, əllərini, üzünü öpəcək, ağlayacaq, kim bilir daha nələr eləyəcəkdi. Doğrusunu bilmək istəsəz, heç bir şey eləməyəcək, sevincindən sadəcə bayılacaqdı. Lakin Mənsur sözünə davam eləyirdi. "Mən sənə toxunmadım. Ancaq hansı yolla gəlmisən, həmin o yolla da atanın evinə qayıt. Üzü qara bir qız mənə gərək deyil." Gülzarın ürəyi çırpındı. Gözləri qaraldı. Uzun zaman bir şey görmədi, bir şey eşitmədi. Bir gürültü qulaqlarını doldurmuş kimi çiyninə toxunurdu. Nəhayət, ağır və tənbəl hərəkətlərlə tərpənib başını qaldırdı, məhsum bir ölgünlüklə gözlərini yarımçıq açdı. Mənsur qapını açıb, onun çıxmasını gözləyirdi. Gülzar məyus bir halda qalxdı. Artıq ağlamırdı. Qapı açıq olduğundan ağlamağa, yalvarmağa imkan qalmamışdı. Qapıya yönəldi. Nədənsə gözlərini qaldırıb ətrafa baxdı. Bütün divarlar, bütün görünən şeylər və anlaşılmaz bir hərəkətlə onunla bərabər yürür və onun tənbəl yürüşləri əksinə olaraq bir makina çarxı dövrəsinə fırlanır, xəbis bir istehza ilə rəqs eləyirdi. Bir ixtiyar bir ah çəkdi. Nəhayət gözləri Mənsurun gözlərinə saplandı. Baxdı, baxdı, heç bir söz demədi. Əski qabıqlı Quranı götürmüş, aparmaq istəyirdi. Qapıdan çıxdı. Əvvəl yengə, sonra da qapı arxasında böyük bir maraq içində gözləyən qadınlar onun başına toplandılar. Hər tərəfdən sorğular yağdırıldı. "Hə, nə oldu? Nə üçün çıxdın? Nə istəyirsən? Bitdi? Nə oldu?" Gülzar bir şey görmür, hətta kimsəyə baxmır, bir şey hiss eləmir, bir söz söyləmirdi. Bütün varlığı ürəyinə yerləşmişdi. Bir sevgi təbii ilə qadınların arasından keçib getmək istəyirdi. "Haraya gedirsən? Nə oldu? Nə üçün gedirsən?" deyə hərə bir tərəfdən maraqla soruşur. Eyni halda onu dümsüylüyür, sanki yuxudaymış kimi onu oyatmaq və cavab almaq istəyirdilər. Qadınlar bir-birinin üzünə baxırdılar. Qaş-gözlər oynamağa başlamışdı. Yengə içəri soxuldu. Oradan Mənsurun səsi eşidilirdi. "Mən papağımı atıb ləçək bağlaya bilmərəm. Namussuz, üzü qara bir qız mənə gərək deyil. Yolun üstü ilə gəlmiş, 6 ilə da geçsin." Gülzar dəli kimi duruxmuş, neyniyəcəyini bilmirdi. Artıq 5 dəqiqə bundan əvvəlki kimi ona yanaşmırlardı. Kimsə bir söz demir, bir yol göstərmirdi. Ancaq qadınlar bir-biri ilə pıçıldaşır, söyləşirlərdi. Məsələ bəlli idi. "Vallah, vallah mənim qızım aydan arı sudan durudu. Ay müsəlmanlar, bizə zülm eləməyin," deyə Gülzarın yazıq anası ağlayırdı. Eyni zamanda Mənsurun anası biraz əvvəlki ehtiramkarlığı büsbütün atmış, sərt və acıqlı bağırtılarla "Təmizdir, təmizdir, apar özünün olsun," deyirdi. Qadınlar bir-birinə qaçışmış, "Qəribədir, təəccüblüdür, bərəkallah qız, suyun lalaxanı, adamın yerə baxanı," deyə mırıldanırdı. Gülzar başı aşağı olaraq bir yol tapıb getmək istəyirdi. Lakin tərpənə bilmirdi, haraya gedəcəyini özü də bilmirdi.
Bu qədər səmimi ayrılıqdan sonra qardaşını necə görəcək, neyniyəcək, nələr olacaqdı? Bu halda o bir dama çıxmaq və yüksək bir səslə bütün cəmaət qarşısında bağırmaq, ağlamaq, bütün dünyanı haraya çağırmaq istəyirdi. Ona belə gəlirdi ki, bu saat bu haqsızlıqdan dünya uçulacaq, ulduzlar töküləcək, bütün kainat alt-üst olacaqdır. O da bunu istəyirdi, lakin heç bir şey yox idi. Göylərin sonsuz dərinliklərində yerləşmiş ulduzlar öz daimi sakitlikləri ilə durmuş, hamısı sanki bir nifrət ilə ona baxıb gülürlərdi. Yenə kainat olduğu vəziyyətində durmuş, adi vüqar və əzəməti ilə həyatın faciələrinə gülümsüyürdü. Zavallı qızcığaz son dəfə başını qaldırıb ətrafına baxdı. Bütün əvvəlki nəvazişlər sevimli çöhrələrdə bir əqrəb gülüşü oynayır, hamısında gizli bir nifrət çırpınırdı. Heç kəs öz baxışlarını ondan qaçırmaq istəmirdi. Gülzar baxışlarını yerə sancdı. Sanki bütün kainat üzərinə yuvarlanmış, onu yerə yaslatmaq istəyirdi. Birdən neçinsə əlindəki Quranı başına qaldırıb, "Ey Quran, əgər haqsan, günahkarsam, bu saat məni külə döndər. Ya haqqı aşkar elə, ya mənim namusum, həyatım, ismətim kimi sən də ayaqlar altına düşüb əbədilik məhv ol," deyə Quranı yerə çırpıb əsəbi bir həyəcanla tapdalamağa başladı. Ətraf sakit idi. Ruzigar xəfif-xəfif əsir, ağaclar səslənir, bayaqki çırağban küçələri dərin və qorxunc bir qaranlığa bürümüşdü. Gülzara Allah da, Quran da kömək eləməmişdi. Nəhayət, kör anasının əlindən yapışmış, onun qara örpəyinə örtünmüş, ağlayaraq evə qayıtmışdı. Hər tərəfdə anlaşılmaz bir dəhşət, təbiətin bütün gözəlliklərində bir bayquş sədası inləyirdi. Gülzar ağlayırdı. Ağlayırdı, çünki başqa bir çarəsi yox idi. Hekayənin sonu.